Şah-ı mahşer o gece cəgdinələr Qusl edib Fatimənin cismini baya didə yetər Oldu təşyinə amadə fəqət 7 nəfər Həml ediblər gecənin aləmi vay dünyaya Gətirib yetdilər ta dəfn olunan vay Fatimə sözlərini dərk elədi Şah-ı Zaman Durub ayrıldı və sarı gəlir dildə muhan Evdə yol gözlür Hüseyin Zeynəb Gülzum Həzən Necə gəlsin o gecə Ümmə bihaysız evə Necə gəlsin evə hansı evə Zərasız evə Necə gəlsin evə hansı evə Zərasız evə 8 gecədir mən əziyyətdən gecələri yata bilmirəm İnanın heç kimə düşmənimə belə arzulamıram Heç kimə Gecələr xüsusilə insanın canında ağrılar baş verir Oxuyanın da gecə yatmamağı səsinin evinin yıxılmağı deməkdir Bu yorğun canım sizə qurban Məscid içəri dolu bu heyət Qurban olum dəvət eləyiblər məni Gəlmişəm bugün sizdən görüşmüşəm Allah yan verirəm izzət və cəlalına Bu gecə ki burada necə zəhmətlər çəkildi Fatimə balası ilə başlanılıb Elə ta indiyə qədər Sonda bilmirəm necə olacaq proqramı Qardaşım bilir, əzizim bilir Amma mən bu məclisdə o qədər ixlas gördüm O qədər mənəvi atmosfer gördüm Hər məclisdə insan bu atmosferə düşə bilmir Bu ab-ı havaya düşə bilmir Yəqin siz də məndən razısınız Amma bu məclisin ağaların qədəmlərinə görə məclisin ab-ı havası çox başqa cürdür Allah yan verirəm izzətinə Bu məclis, bu əzadarlıq qəbrimizin qorxulu gecəsində bizim əlimizdən tutsun Bu məclis, bu əzadarlıq Bu xanım Fatimə-i Zəhraya göz yaşı tökməyimiz Allah yan verirəm izzətinə Qiyamət günü hamının ağladığı gündə Allah bizim gözlərimizi ağlatmasın Bir dənə məndən ya Zəhra deyin sinə vuraq Ondan sonra görüm nə olur sonra ağalar dua eləyəcəklər Can Nə qədər xəstələr var Xəbər gəlib qız uşağı 5 ildir komadadır Seyid ağam uşaq yanıb dua istəyir Nə qədər dua istəyənlər var Nə qədər Əgər ürəyimiz bir damcı yansa Onlara dua eləyək İnanın öz müşkülümüzü dilimizə gətirməsi belə Allah qəlbləri bilir Bizim dərdimizə dərman eləyər Səslə sərlahəyi İman edinən ya Zəhra Mən qonağam Seyyidəm Sizi an verirəm Sizi an verirəm həm mənim qonaq olmağımın hörmətinə Həm seyid olmağımın hörmətinə Hamı bir nəfər kimi xanımın adını desin Qoy mən də buradan elə təəssüratla gedim ki Bakıda deyim valla bir dənə məclisdəydim ki onlara canım qurban olsun Hamı bir nəfər kimi orada xanım Zəhraya məddah idi o gecə Səslə sərlahəyi iman edinən Baba bunu istəyirəm Seyr elə aləmi irfan edinən Adi hər beytdə gəldicə salam Məclisə şur
Dur şehrimin ünvanı denen. Sizin eviniz abad olsun. Sizin eviniz. Ey Ali Şiası, ahsen senin gayretin. Razı eyle Şah-ı Merdan denen.